Salam uşaqlar, hər vaxtınız xeyir olsun. OTK-nın bugün keçirdiyi 9-cu sinif üzrə sınağının qrammatika suallarını izah etmiş olacağım sizə. Əşya adı bildirən sözlər istəyir bizdən. Əşya adı deyəndə uşaqlar qısacası bizdən isimləri soruşur. Mən bunu uşaqlara izah edirdim ki, əşya deyəndə termindir, əşya deyəndə ismi soruşur bizdən. Və burada tükənməz necə bu sifətdir. Ancaq deyir, nikbinik böyük insan sifətdir. Susmaq feildir, dəhşətli sifətdir. Səbir, ağıl, xəzinə hər biri isimdir. Nöqtələrin yerinə hansı söz əlavə olunsa, nümunə məcazi mənalı olar. Ürəyi döyünür, həqiqidir. Ürəyi sağlamdır, müayinə olunur, sol tərəfdədir, həqiqidir. Ürəyi getdi, məcazidir. Ürəyə getmək amonim frazeoloji birləşmədir. Bir, bayılmaq mənasında, bir, nədənsə xoşu gəlmək mənasında. Yerinə görə hansı sözləri mənsubiyyət və ya hal şəkilçili isim hesab etmək olar? Məsələn, vətənin gözəlliyi desəm, burada vətənin gözəlliyi yəri hallı isimdir. Amma sənin vətənin desəm, burada olacaq mənsubiyyət. Biri götürürüksə, saxlayırıq. Vətəni sevməyən namərddir. Hara, nəyi, vətəni, bu təsirlikdir. Bir də deyirəm ki, onun vətəni Azərbaycandır. Onun vətəni də deyə bilsəm mənsubiyyətdir. 1-2 olan variantları saxlayırıq. Ya 4 ya 5-dir. Qarabağımıza sözündə hansı sözə mənsubiyyət və ya hal şəkilçili isim hesab etmək olar? Yəni burada mənsubiyyət də var, yönlük halda var. Bu ancaq dəqiqdir. Çaydanı sözü, məsələn deyirəm ki, onun çaydanı. Onun çaydanı desəm, çay, çaydan, çaydan mənsubiyyət, çaydanı. Bir və yaxud hətta bunları iki cür də düşünə bilərik. Bu, məsələn, bir də çaydanı verdim. Nəyi verdim? Çaydanı verdim. Belə də düşünə bilərik. Hətta vətəni, onun vətəni, vətən, da belə də düşünə bilər. Bir də vətəni sevim. Hə, mən dediyim kimi götürüləcək. 1, 2, 4. Bunu götürəcəyim. Belə götürəcəyim. Yəni, başqa şey götürmürlərsə, nə bilim. Klasseri tamamlaya bilən sözlərdir. Tamamlaya bilən. Amonim kimi işlənmir deyir. Aş işlənir, getdi. Görüş də işlənir, getdi. Gəlir, bir gəlir qazanc mənasında, bir də bizə gəlir mənasında olmaz. Süzmə, qatıq mənasında, bir də onu süzmə olmaz. Cavab olur 2 ilə 3. Hal şəkilsi qəbul etmiş hansı sözlər isim deyil? Vətən isimdir, günəş isimdir, qoca sifətdir, igid sifətdir. 2 ilə 3 cavabımızdır. Sonra növbəti sualımız, qalın saitlərin sayına kar samitlərin sayı bərabər olan sözləri müəyyən edəcəyik. Uşaqlar, biz tələffüzə baxacağıq. Saatlar. Burada neçə dənə qalın sait var? 1, 2, 2 qalın sait var. Neçə dənə kar samit var? S-t. 2 dənə də kar samit var. Sait deyən kimi hara baxacağıq? Tələffüzə baxacağıq. 1-i götürürük. 1 olan variantları saxlayırıq. 2-yə baxırıq. 2-də armud, dux olacaq. Deməli, A qalın, U qalın, U qalın 3 dənədir. T kar, X kar 2 dənədir. Başqasını da görmürəm. Deməli, bu getdi. 2 olan variantda getdi. 3-ə baxıram hələ. Palıdlıqda palıtdıq. D-t olur, G-x olur. P kar, T kar, X kar 3 dənə kar. 1, 2, 3 dənə qalın. 3-ü götürək. 4-ə baxaq hələ. 1, 2, 3 dənə burada qalın var. 1, 2, 3 dənə kar var. Cavab olacaq B variantı. Hecalara ayrıla bilən, ancaq sətirdən sətrə keçirilə bilməyən sözləri müəyyən edin. Bu hecəyə ayrılmır. Tip də hecəyə ayrılmır. Sonra olur, əhəng, elan. Hecəyə ayrıldım. Bu amma sətirdən sətirə keçirə bilməz. Bu da ayrılmaz. Bəli, bu keçirilə bilər. Bunun tək saiti qalır deyə keçirilə bilməz. Altından xətt çəkilmiş sözlərlə bağlı uyğunluğu müəyyən edirik. Antonim bir-birinin sinonim sözlərdir.
Müdafiə zamanı deyil, hücum zamanı bilinir. Müdafiə, hücum antonim olar. 1-ə A. Vaxtımın əksəriyyəti təhsilə, azı istirahətə xərclənir. Burada geridən gələnlər irəlidəki sifətdir, geri zərfdir. C olan variantları çıxaraq ümumiyyətlə. Ya 1-ə A, E olar. A-ya da baxım, müdafiə. E-yə baxım, həqiqət bir daş qədər sərt, yumuşaq. Aha, A, E, 2-yə D. Cavab olur D variantı. Hansı bənddəki sözlərin sonuncu hecəsi ancaq sahibdən ibarətdir? İp, ti, da, i. Əm, tə, ə. Ə qalır, i qalır. B variantı. Mənasının izahı səhv verilib. Fövqəladə adi sıradan deyil, yəni qeyri-adi deməkdir. Redaktə etmək hər hansı bir mətni yoxlamaqdır. Pasifizm hər cür müharibəni inkar edən siyasi cərəyandır. Ümman böyük dənizdir. Vüsət genişlikdə. Cavab olacaq B variantı uşaqlar. İnşallah ki, nəsə gözümüzdən yayınan bir şey olmadı. Yayınsa da şərh bölməsində qeyd edərsiniz. Tələsi izah edirəm. Birinci dəfədir suallara baxdım. Suallarla tanışdığım yox idi. Siz də orada qeyd edərsiniz. Mən də təzədən baxaram.